mən ev sahibinin, tutaq ki, sizin xanımınızın obrazında olmasam, o mətbəxdə hərəkət etməsəm və o addım sayını mən minimallaşdırmasam, effektivlik alınmır. Yəni, mən onu hiss etməsəm, texniki olaraq hansı elementi hara qoymalıyam, hansı avadanlıq harda olmalıdır, mənim üçün elə bir də əhəmiyyəti kəsb eləməyəcək. Amma mən hiss etsəm, Aytən xanım necə rəftar eləyir, onun həyat obrazı necədir, ümumiyyətlə günün neçə saatını mətbəxdə keçirdir, övladları üçün nələr hazırlamağı sevir, addım sayına qədər hesablayıb bir şey çıxarda bilməsəm, o mətbəxin funksionallığından, o mətbəxin ümumiyyətlə gözəlliyindən, ergonometriyasından söz gedə bilməz.